Bir də görsən ki, olmadı. 2 gün yoxdur. Əsas bər tərəfdir, sev verdi. Yataq otaqları o tərəfdədir. Bura biraz soyuq olur, yağ radiatordan da istifadə etdiyimiz vaxtlar olur. 5-ci mərtəbədə məndə onsuz istilik sistemi qalxmadığına görə çıxartmışıq. Hal-hazırda kombi sistemindən istifadə edirik. Hər il qışı 300-400 manatdan aşağı pul vermirəm. Lazımi istiliyi vermirdilər. Çünki bu ilk baxışda verirdilər amma istiliyi. Amma çox cüzi otaqlar isinmirdi. Sabahdan 15 noyabr 2025-ci il tarixindən etibarən 3800 yaşayış binasına istiliyin verilməsinə başlanılacaq. İndi isə hamını maraqlandıran bir sual var. Ötən illərdə yaşanılan istilik problemləri bu ildə yaşanacaqmı? Problemlərin minməməsi və yaxud ümumiyyətlə olmaması üçün təbii ki, bütün cəhdlər edilir, işlər görülür. 1000 kilometrdən artıq magistral və məhəllə daxili xəttlər payız-qış mövsümünə hazırlıq çərçivəsində dəfələrlə hidravlik təzyiqlə yoxlanıldı. 550 qazanxana, 80 mindən çox avadanlıq hamısı saz vəziyyətə gətirilib. 185 min mənzil mərkəzləşmiş qaydada istiliklə təmin ediləcək. Artıq 9 rayonda Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxının 34 yaşayış binası, 15 məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi və daha 14 sosial obyekt istilik mənbələrinə qoşulub. Bu bölgələrdə istilik mövsümü ayın 1-dən başlayıb. Lakin digər dağlıq rayonların sakinləri soyuqdan əziyyət çəksələr də onlar noyabrın 15-nə qədər gözləməli olurlar. Soyuqdur, kondisioner ev ismi olmur, yaşlı var, körpə var. Evi kondisionerlə. Kondisioner də söndürən kimi yenə buzlayır. Nə xeyri var ki onunla? İşığımız da artıq xarc çıxır bizim özümüzdə. Xərcə düşürük biz artıq. Biz sizdən çox artıq dərəcədə xahiş edirik. Noyabrın 1-də başlasın heç olmasa bu istiliyi versinlər. Nə olar, çox xahiş edirik. Dağətəyi rayondur. Qar yağır, yağış yağır, buzluyuruq, soyuqdur. Bu dəqiqə gəlib çıxın, yuxarı baxın. Mənim bacım, xəstə bacılarım adyala bürünüb otururlar. Bilmirik, isinə bilmirik. Eyni vəziyyət soyuqların daha tez düşdüyü Qazaxda da hökm sürür. Havalar soyuqdur, dağ ətəyində yaşayırıq. Qocamız var, xəstəmiz var, uşaqlar var. Məcburuq ki, biz müəyyən elektrik sobalarından istifadə edək. O da əlavə bir xərc tələb edir. Yəni biz arzu edərdik ki, məsələn istəyərdik ki, istilik sistemi noyabrın 1-dən hava vəziyyətinə əlaqədar olaraq biraz tez verməsini xahiş edərdik ki, məsələn bu olsun. Daşsalağın ətəyidir, bu dağın ətəyi biraz soyuq olan yerdir. Yaxşı olardı ki, ayın 1-dən verir, noyabr ayının 1-dən verirlərdi. Bir 10 gün, 15 gün istiliyimizi tez versələr daha yaxşı olardı. Hal-hazırda yox. Hal-hazırda yoxdur. İstilik mövsümünün başlamasına isə saatlar qalır. Rəqəmlər, qazanxanalar, yenilənən xətlər, görülən işlər çoxaldıqca sanki problem yoxmuş kimi görünür. Amma reallıq fərqlidir. Əslində həm də çox sadədir. İstiliyin vaxtında düzgün verilməsi. Ayşən Cümşudova, Nigar Davudova, Gülay Qəribova, Rüstəm Abdullayev, ASTV Xəbər.